Anar, çox sağ ol. Allah canını sağ etsin. Canım mənim. Ürəyim sən var ol. Xoş sözlərə görə teşekkür ediyorum. Ənlik. Renka üzüyün qızıldır. Üzüyü var əlində. Gizdiləri bunlar. Ha, ben böyle var. Hayalet görsünüz. Acım sana yok, xoş deyirəm popcornu. Buyurun. Size qızıldı, baxın da, başlı çıxanlar. Bujuteriyadır, baxın da, mən nə deyim. Siz hər şeyi məndən çox bilirsiniz. Həm üzün qızıllar. Sağ olsun İntilek. Yazın görək qızıldır. Bujuteriya qızıldır. Tam bir yaş yazır qızıllar. Bujuteriyadır. Siz nə deyirsiniz odur? Bujuteriyadır, qızıldır. Nə deyim valla? Siz mənim həmişə yerimə danışırsınız, mən yerimə qərar verirsiniz. Haqqında göt videolar paylaşırsınız. Gözdən salmağa heç mənim xəbərim olmayan xəbərlərə. Sən prostoy taxram deyilsən. Hayır. Qızıl olsa gəlin qızılda. Nə dəxlisi var ki? Amma nə dəxlisi var? Qızıl olandan olur, prostoy olandan. İnsanın insanlığı olsun. Qızılla necə ölçülür? Prosta bu üzük çox çəkici üzükdür də. Yəni hamının diqqətini çəkir də. Bərk gözəl qızıllar. Özü də ağır deyil çəkisi. Çox gözəldir də. Yəni düşdük də qızıl söhbətinə. 7 qramdır, 7 qram. 7 qramdır. Yox, qızıl, mən qızıl taxanam. Qızıl kim, mən kim. Siz də mırtdaşsınız məndən. Belə qızıl olur. Bunlar nə? Saf, bizim bu cəmiyyət var, necə safdır, aşkım, bax, qızıl budur, canım. Bu qara qızıldır, qara, bunun qiyməti yoxdur, qramı da 15 qramdır. Necədir? Diva, qızılı sən taxa bilərsən. Ay, Moti, canımsan, öpürəm səni. Bax, burada yazıb qərib qız, sən nəsən ki, deyir, qızıl taxasan. Ay, qərib qız, mən sənin heç bir sözü əsəbləşmirəm. Bilirsən, çünki mən səndən qat-qat üstünəm, səndən qat-qat gözələm. Qat-qat qızıl da taxaram, brilyant da taxaram. Hətta qaşımın üzüyü brilyantdan ibarətdir. 1700 manatda qiyməti var. Yəni, gözümə də çoxa bilərəm, canım mənim. Qızılı mən taxmalıyam da, kim taxmalıdır ki? Renka taxmalıdır da, Renka divadır. Diva! Bəli! Sənin kimi gedib 3 manatlıq gərək bujuteriya taxım. 3 manat 50 qəpiklik üzüyü taxım. Taxmıram da aşkım. Sən mən bəyənmirsən, mən bəyənənlər var. Xeyr var da, adı nələrdə? Əliyeva, o mənim ciyərimi sağaltdı, bax. And olsun, Allahın adına deyirəm ha. Qurana and olsun. O çox gözəl bir şey idi. Deyirəm, siz nə günə qalmışsınız ki, burada kiminsə də qızılı olanda, maşını olanda bu qadınları heç başa düşmək olmur. Quran andısın, ürəkləri gedir pozğunluq eləməkdən ötürü. Pul yığırlar, bədən düzəltdirib bədənlərini satmaq üçün. Deyir, kimdə nə yoxdur, gəlir ondan danışır. Ay başıva dönüm. Qızıl nə olan şeydir ki, qızılın burada söhbətini aparırsınız. Qızılı it da alır, bit da alır, dırt da alır. Yəni, mən o dərəcədə şey deyirəm ki, mən üçün hədiyyə eləyirlər. Mən qızıla pul verməyəm.
Bəli, bugünkü gündə gözəlliyim. Siz məni təhqir etsəniz də, canlarım mənim, mən sevilən bir xanımam. Onu bir də buradadır, görürsünüz. Hətta bunu verəndə üstünə də yazdırıblar ki, sən qızıldan da dəyərlisən, Renka. Yəni, bu qızıldan da mən dəyərliyəmsə, deyir, qızılı götür at palçığa, yenə də neynəməz, yenə də itirməz dəyərin, yenə də itirməz dəyərin. Deməli, mən qızıldan da, canlarım mənim, üstünün üstünüyəm, həyatlarım mənim. Burada açırıq, buranda açırıq və burada da bir dənə brilyant qaşlarla düzülmüş bir üzüyümüz var. Bunu da qoyuruq bura. Uğurlamaq istəsiniz, gəlib uğurlayın, aparıb satsınız, opşusun eləyəcək 7 manat 80 qəpiyə. Onu da sata bilsəz əgər, canlarım mənim. Bizə niyə vermirlər? Çünki aşkım, sən yaman gündənəsən, iylənmişsən, baxımsızsan, kafelərdə gedib pul düzəldib, bir Allahın sinəsini qoydura bilmirsən, amma biz anadan gəlmə təbii krasavçikik. Qızıl bahadır, hə? Qızıla yaxın qılasırıq Quran haqqı. Mən də hədiyə verirlər. Mən neyiniyim axı? Mən də hədiyə. Dostlarım verir. Mən sevən, dəyər verəm. Allah dostlarımın canı sağ eləsin. Statusunda paylaşıram ki, bu qızıldan çox xoşum. Gəl görəm bir dostum alır. İvan dostum, Petrol dostum. Renka gəl. Sən bir dənə qəşəng jestimiz olacaq. Gedirəm bir də görəm. Uşaqlar açır. Sürpriz. Mədina, valla siz mənim paxıllığımı çəkən. Nə qədər siz mənim paxıllığımı da çəksəniz, gözünüz götürməsə də, arzu öskizsə də nəsə alsınlar. Mən bunu dəfələrlə paylaşım edib, yorumlarımda görmüşəm də. Allah, belələrinin bəxti talihi olur. Xeyr, bəxt talihi söhbət deyil. İnsanın qəlbi gözəl olsun. O, ətraf baxır, onu sənin, yəni, ürəyivə görə, insan olduğuna görə hörmət eləyirlər. Yəni, belə. Həm də ki, əli çatmayan da kişilər ömrü boyu yanıblar və yanacaqlar. Və salam. Qadınlar, siz nə qədər paxılı olsanız da, mən sizə nə arzu eləyirəm. Allah sizə də çoxlu pul yetirsin, sizə çoxlu qızıl alsınlar. Başınızdan pul töysünlər. Mən sizə bunu arzu edirəm. Sevib seviləsiniz. Pulunuzu düzəltdirib gedib özünüzü əməliyyat elətdirəsiniz. Gedib bədəninizi baha qiymətə satasınız. Mən sizi başa düşürəm ki, heç nə eləyə bilmirsiniz, pul da düzəldə bilmirsiniz, bədən yığdırmaqda qalxıb 5.000-10.000 qiyməti var. Mən sizi understand, yəni çox gözəl başa düşürəm. Bunun üçün də gəlirsiniz əsəbinizi, gicliyinizi, gəlirsiniz tökürsünüz mənim üstümə. Məndə nə görürsünüz, ancaq soruşursunuz. TikTokda hamı qızlar da qızıl taxır. Niyə mən taxanda, dostlar, bir dənə sual verim də, niyə mən taxanda mən bu insanların gözünə batıram? Niyə sırası soruşurlar, qızıldır, qızıldır. Allah prostoydu. Niyə məndə, niyə məhz məndə gözə batır? Niyə, nəyə görə? Səbəb nədir? Ha? Can, Moti, aşkım. Severim səni, Moti. Ay, sağ ol, canım mənim, Moti, bilirəm də, qızım, bilirəm. Məndə olan gözəllik, mənim yəni, bir yumuşaq yerimdə olan, onların heç birisində yoxdur. Kan, canım, çox sağ ol, diva yazan dilləriniz var olsun. İndi bir dənə istəyirəm, məni həqiqətəndən də özümə görə, dastoynuluğuma görə burada sevən neçə nəfərdə atda ürək görmək istəyirəm. Renka diva yazın, görün mən onu. Görün ki, həqiqətəndən mənə çox istəyən qızlar da var, oğlanlar da. Qızlar az olar, amma canımsın, intellekt, canımsan, veteran, öpürəm səni. Sözün düzün dediyiniz üçün divasan. Can, aşkım, uşaqlar, çox sağ olun. Həqiqətən məni bəxtiyar edirsiniz. Çox sağ olun. Mən təşəkkür edirəm. Allah canınızı sağ etsin. Öpürəm qızlar, sağ olun. Melis Ayla, sağ ol. Qasım Əliyev, öpürəm hər birinizi. Canımsız öpürəm, var olun. Bir dənəsiz. Sultan, yaxşı, mən Sky Hotelə getmişəm oğlanımla. Oğlanımın dostunun da ora. Yaxşı, sən nə verdirirdin orada? İndi mən tanınıram deyini. Mən o söz yaza bilərsən. Sən orada nağardın, valikə çıxmışdın, amma mən yaşadığım oğlanla mən həmişə gedirəm ora. Bunu Sky'da hamı bilir. Ürəyimiz istirahət eləmək istəyir, evdə sıxılırıq. Burada səs gedir, qonşular narahat olur. Biz də gedirik orada, deyişirik, dalaşırıq, yeyir, içirik. Bir dənə VIP otaq götürürük, sevgili kef eləyirik. Bunun sizə nə dəxlisi var? Yaxşı, mən oradayım. Bax, sən niyə otelə getmirsən? Ay, Moti, üzürlü say, əlim dədi sən şey eləyəcəkdim, qadasını alaram.
Renka diva. Can aşklarım, divanız yesin sizi. Divanızı yıxmağa çalışırlar, amma sizin divəniz, misayla, öpürəm səni, ürəyim. Sizin divanız həmişə qalxır, hər gün bir pillə qalxır. Sizin divanınız elə sizə heç bir şey göstərmir ki, gözə gələr. Gözə gələr və mən 7 ay gözə gəldim, o Dubaylı ilə barışmış, neysə, o da gedib gələn vaxtı problemlər yaşadım mən. Məni gözə nəfsə gətirdilər. Çünki bütün günü 40 qram, 50 qram qızıllar paylaşırdım. Yaşayış, bahalı, hər şey. Prosto mən bunu cəmiyyətə göstərdim də, olsa mən həmişə elə yaşamışam. Ki dedim, yəni belə şeylər də var həyatda. Ürəyim Dubaylı ilə biz danışmırıq, belə əlaqəmiz yoxdur. Canlarım mənim, ürəyimizi buz kimi saxlayın, ayrılmışıq. Yenə ac yaşayıram. Çox acam. Yemək belə bir manatım yoxdur da, yəni. O vəziyyətdə. Yəni belə. Divanız heç vaxtı yıxılmaz. Hələ divanız sizə heç nəyi göstərməyib. Heç nəyim yox deyə prostar. Gör indi göstərsəm mən nə vəziyyətlərə düşərəm. İlahi, mən 6 ay yerdə yatdım. 7000 Leyla Şıklinskidə canıma pul qoydum. Bu göz nəfis məni bir süz neylədi. Allah, gedim şey yandırmayayım. Quran gözə nəfsə gələcəm. Yenə əvvəlki günlərimə qayıtmışım. Qoymaram ki, sizin gözünüz məni məhv edə. O yandırım. Burada hamı kimin gözü var, hamısını bax burada yandıracağım. Gözlüyüm gələyə. Belə hamısı belə olmaqlarına baxmayın. Bunlar da gözlü. Bir şey ki, qızılı, sonra qızıl deyir, bujuteriyadır fakt. Soruşurlar ki, qızıldır, qızıl deyil. Yəni bununla maraqlanırlar bunlar. İndi görün bunlar, ürəklərində qızlar var da, bir şeyə möhtaclar da. İndi əziz izləyicilərimiz, qızlar mənim kimi deyir, axı mən ətrafım, qurğum, dostlarım sağ olsunlar, mənə jestlər eləyirlər. Qurana həqiqi dostluğu bacaran insanam. Biri qızıl verir, biri qolbağı verir, nə bilim, biri üzük verir. Yoxdur bunlarda. Bunlar Allaha and olsun bir dənə 3 manatlıq üzüyə gedib görüşən qadınlardılar bunlar. Vallahi hamısı da görürəm, yatırlar mənim canımda. Hər şeydən xəbər. Davamla düşəndə sən Dubaya getmişdin, belə eləyirdin. Maşallah, hər şeydən də xəbərləri var. Hər şeydən üzərini yandıram. Ay, gözə gələcəm. Gözlərin gözü çıxsın. Suni intellekt, sən də orada yaz aşkım. Ki, Renkaya kimin gözü varsa, pis nəfsi varsa, qadınların Allah nəfsini kəssin. Gözləyənin də gözü çıxsın. Söl, yandırıram. Bunu hər gün yandırıram. Alayım, gözləyənin gözü çıxsın. Qalsın öz boynunda, öz canında. Amin. Bu qədər. Sizin gözünüzü partlatdım bundan da. Nə qəşəng iyi var, lap kənd adamın yadına düşür. Ölün qızlar, ölün. Sizin gözünüzü, nəfsünüzü mən yaşamışam. Mən 6 ay. Sağ olun, sayla. Mən 6 ay əzab çəkmişəm. Mən 6 ay ölmüşəm, qəbri görüb qayıtmışam. Oy, cadu pütü boş şeydir, Quran haqqı boş şeydir. Bunların yıxmadığı göz, bunlar elə bilirsiniz, biz belə yaşayırıq. İstədiyimiz hər şeyi yeyirik, gedirik restorana, şot veririk. Burada çox, Allah hamının ürəyinə görə versin də, düzdür. Allah hamının qəlbinə görə versin. Bunlar dəhşətlər. Bunlar ancaq yıxılsın rəyana, baltalasınlar, pis günə düşüb. Deyim, köməyə ehtiyacım var, yıxılmışam, gəlim görüşüm deyəcək, pul verim sənə. Bax, bunlar belədirlər. Mən bunlar qəşəng tanıyıram. Oy, göz dəyəni, oy da gözə baxın. Bax, çıt-çıt eləyir. Baba, gözümüz burada yansın. Bax, göz dəyənin gözü çıxsın. Göz dəyənin gözü çıxsın. Bax, bu qədər. Bunu eləyirik, vəsə. Gözümüz partladı, töküldü bura. Getdik. Duz da tökdü. Hə, duz tökmədim, qoy töküm. Bunların gözləri burada. Mən bunu yandırmasam mən gün ərzində. Allah and olsun, mənim canım pis günə düşürəm. Ağrıyır bədənim.
qədər pis gözləri var, o qədər pis gözləri. Mən başa düşürəm, ay qadınlar, siz də istəyirsiniz sizə hansısa kişi hədiyyə alsın, nə bilim, maşın alsın, ev alsın. Mən sizə çox gözəl başa düşürəm, amma hərənin bir yaşayışı var, hərənin bir həyatı var. Mən sizə çox gözəl. Burada mənə pozğun pis sözlər yazanlar, and olsun Allah hamısı xaladı, yaman gündə vaxtı içəndə bədəni satan qadınlar olubdu. Qura girib gözümlə, baba bu Damlaya demək lazım ki, Damla nə atdırsan mənim səhifəmdə. Ay bacı, səni tanımıram, səhifəni bilmirəm, kimsən, nəçsən, nə gəzsən sən burada, niyə bu qədər sənə maraqlıyım? Mən həyatımla maraqlansız, görə Renkada yeniliyi var, neyini? Salam Rufənə, xoş gəlmişsən. Gedin işinizlə məşğul olun. Bu aralar mənim nastroyenim gözəldir. Mən öz nastroyenimi, hal-hazırda xoşbəxtçiliyimi mən heç kimdən paylaşa bilmərəm. Bu mümkün deyil. Qoy bir dənə bu iyiymiş Kamaliyə baxaq, görək bu kimdir. Uy, bundan aybaşının... Ay, bilə, xala deyə xala. Ay Allah, xala. Kamalə xala, sən ara, mən ara. Ay Kamalə xala, sən şəkil... Sən ara, mən ara. Ay Kamalə xala, sən şəkilvi skrin elədi. Skrin elədim, bax. Bax, bunda... Nə qocalmısan, iyi verirsən, leş günündəsən, sənə baxan yoxdur. Mən səni gözəl başa düşürəm. Gerək gəlib nəfsü tökəsən mənim üstümə. Ləmanıq, girin bir dənə o səhifəsinə baxın siz Allah. Xala deyə 50-60 yaşı var, heç kimə lazım deyil. Əvvəl də da küçələrdə nə oyunlardan çıxıb da indi pul verən yoxdur. Qalıb mənim səhifəmi bütün gün izləyir. Bəxtəvərçilik deyillərinin nəfsidir. Məni yıxdı 6 ay yatdım, 7 min üstümə pul qoydum. Mənim bir sistemim 300 manatdan başlayır. Bu gözə sistemim var. İndi Ramin müəllimi yığacaq, dedim dur gəl. 300 manat ayırmışam, qoymuşam qırağa. Mən ciyərimdən müalicə alıram, mənə çox çıxı olmaz. Mən 7 min ciyərimə pul qoydum, heç ki mənə çökütmüşdü. Sağ olsun, intellekt. Mən heç nədə bu Dubaya geyib gələn vaxtı, o mənim danışdığım kişinin yanına geyib gələn, o vardı da şeyhdə. 3-3 dəfə getdim, gəldim yanına, paylaşımlar elədim. Qızıl, bahalı duxular, Hiltonda mənim orada qalmağım, orada gəzməyim, bahalı restoranda oturmağım, nə bilim, geyim, bahalı geyim, keçim, hamısının qiymətini paylaşırdım. Elə belə mırta. Mən onu eləyəndən sonra, Qurana and olsun, mən 4 ay xəstəxanada yatdım. Leyla Şıxlinskidə günü 1000 manatdan yatdım mən. Mən nə günlərə düşdüm. Mənim ciyərim, o biri dünyalıq idi də. Həkim dedi, xal düşüb ciyərimə dedi. İçməkdən dedi, prosto xal düşüb. Dedi, bunu təcili düzəlməlidir. Götdüm plazmalar. Nələr. Bahalı sistemlər. Özümü bir dənə cüvə elədim orada çıxdım. Həm arıqladım, həm özümə baxdım. Bilmirəm də bunların gözünü bilirəm mən. Mən bilmirəm, bu qadınlar bütün gün nalələrimi töküblər üstümə. Gedirlər, ərlərinə xəyanət edib, gəzirlər, yenə gəlib mənə baxırlar. Baxmayın da mənə. Mənim ərim yoxdur. Şedevr xanım. Şedevr nə deməkdə? Şıntır. Mən şıntır deyirsən. Gündə itirsən, günahı bizdə gör. Bax, sənə bir dənə sual verim də. Sən də 100% xalasan. Nəsir Məmmədov. Bax, nə vırdırırsan mənim. Bunun özü şəkili qoyduğu şəkilə bax. 17-18 yaşı var, 17-18 yaşı var. Vip doğrudan. Ay, elə bildim şıntır deyil. Öyrət də bizə yolları. Aşkım, mən sənə o yolları niyə örgədim ki? O qədər kukla kimi qızlar var ki, kukla kimi. Hər şeyə möhtazdılar. Heç nələri yoxdur. Amma Allah mənim qəlbimə görə, mənim həmişə gözəl insan. Gör, Dubaylı şeyxi çıxartdım mənim qabağıma. Keyf elədim, mən kayf elə. Amma danışmırıq, ürəyimiz buz kimi saxlayın. Əllərimiz yoxdur, uzaqlaşmışıq çoxdandan. Ürəyimiz buz kimi saxlayın. Xoşbəxt deyiləm. Heç nəyim yoxdur, bu dəqiqə acından ölürəm. Salam, necəsiz? Merhaba, ben de hiç hoş değilim. Niye, ne oldu? Size de mi küfür ediyorlar? Bana küfür edemiyor. Bana ederlerse evinden alırım. Ben çok agresifim bugün. Ben de öyleyim. Sana küfür eden evinden al. Bunlar biliyor musun nasıl bir insanlar? Nasıl? İşte bu kalbi kötü. Kalbine diye bir insan bir söz var ya, Allah kalbine göre versin. Bunların kalbi o kadar çirkin ki, çirkin kalplerine göre de Allah veriyor.
O şekilde yaşıyorlar. Biri biraz öne gidince ne bileyim araba, ev, maşın, para, altın görünce hep şey ediyorlar. Hani ne diyorlar size? Seni sen ölmelisin, sen pozgun, sen fahişesin, ne bileyim böyle giz bir şeyler yazıyorlar bunlar. Yani kimden öp çirkin kızlar beni çekemiyorlar. Bildiğin çirkinler yani. Evet, Onlara doğrudur. bir Çok Evet, doğru söylüyor aynen, kadın. Benim aynen. internet kasıyor. sizde de öyle. Doğrudur. Çok doğru. Kadın çok haklı. Kaynara bas bayrağı. Kadını nazara getirmişsiniz. Kadını nazara getirin. Hamza sen bu sıfatla del benle PK aynı ligde duramam Bremen. Boş ver. Yeğenim. Sen Ben önce git bir her kavul. zaman- Yayın. Ne? Ben düşüyor mu? Yorum düşüyor şimdi düştü. Efendim? Chat'le konuşuyorum senle değil. Sen boş ver chat'ini ciddiyete alma. Yok ben bunları zaten ciddiyete almıyorum ki. Ben bunları yakıp yakıyorum. Bitiriyorum. Chat 6 kişiden gül şu an 6 kişiden gül. Baba yorumlar düşmüyorsa TikTok'un sorunu. TikTok çok sıkıntılı. Ben bilmiyorum anlamıyorum neyenin de. Ay Musa. 6 gül baba. 6 gül chat. 6 gül baba 3 kişi daha. 4 gül daha. Yayın yerle bir. Ben anlamıyorum benim bu keşfede kim nazar etti kolayına. Chat gülümüz yok mu baba? 3 tane gülümüz yok mu? 3 tane Ben gülümüz yok mu? Asmila'ya çok okşadılar. Çok. Evleci bazıyım ondan. 2 gül. 2 kişi farklı gül, 2 kişi farklı gül, 2 kişi. Bir kişi daha. Bir kişi daha. Tamam. Zorla gül istiyoruz anasını satayım. Sizin sesinizi kapatabilir miyim? Yoksa araya edecektik. Yorumlar düşmüyor baba. Hiç kimsenin yorumu düşmüyor. Yusuf baba hoş geldin. Mən oynamağa səbrim çatmır. Buna uşaqlarımı şey eləyirəm. Atıyorum. Çıxartdım, attım, getdi. Hə, burada qardaşım biri o sual məni çox əsəbləşdirdi. Yazıb ki, dişimi niyə düzəltdirirsən? Mən dişimi niyə görə düzəltdirməliyəm ki, bax, yerindədir. Yerindədir. Qızlarla dişlərimin fərqliliyinə seçilirəm. Təbiiliyinə seçilirəm. Təzə moda çıxıb, dovşan. Bax belə. Sevkan arvadın dişini görmüsünüz, necə ibəcər. Bax daha. Bunu əyim belə. Ürəyim patlayar göstərməsən. Çoxumuz ətim tökülür, Quran haqqı ətim tökülür. Elə diş olar siz Allah. O nə bir bu çoxdan hamısının ağzı göndü bunlar anadan doğulandan belə doğulublar. Burası uzun dovşan diş, dodaqları da belə. Mən pahalıyam. O minik Gollywood qoymuşam ama ağzıma atanda ifonət iyi vurur. Bax belə. Nə tər uşaq var? Burası dovşan diş. Dostlar dişlerinizi düzəltdirmişəm. Burası bütün varlıklar hamısı bu dişləri düzəltdirir. Mən də vaxtım olara getdim mən də belə özümü dovşan diş elədim ki anadan gəlmə mən beləyəm. Dodağım da belə. Yaraşır. Hamısını çok güzel hamısının dişi bu günlərədir. Nə olur? Biri danışanda da bir danışa da bilmirlər. Bax, belə danışırlar. Sən. Danışa dodaqları qoymur axı, diş uzundur. Özlərinin deyil axı, qoydurublar. Qurana qoydurublar, bax. Özlərinin deyil axı, danışa bilmirlər. Belə qalıblar, de belə. Belə nəsələrdə belə olacaqlar, bax uşaqlar. O nə lazımdır? Dovşan dişdir güya. Diş qoydurup gedib. Ağzı da iylənir. Açanda dibində yeməklər qalır. Necədir? Necədir? Mən toxum yiyərsən. Niyə toxsu da vurmuşsan? Kim qız toxsu yiyəlir? Baxın. Nə tox yemsən? Hə. Mən bilirəm də, mənim atam doktordur, diş həkimidir. O dişi düzəldəndə qalır atda dibinə yemək də olur. Sonra oturanda ağız belə eləyəndə
Bir dənə iyi vurur belə. Adam həyatından əl çəkir. Üstləri bəzək, altları tez. Necə ki, əməliyyat elətdirib, oraları kəsib doğrayırlar. Soyundurandan sonra birinin sinəsinin altı kəsik, birinin arxası deşik. Güya şey qoyublar, diş qoyublar. Ne olub? Ne olub bu? Niyə dişimi düzəldim ki? Bir dənə səndən iyi gəlmir. Yox aşkım, məndən bir dənə iyi vurur. Oy! Mənim yanımda oturulasıdır. Yanımda otur, burada iyindən dözə bilməyəcəksən. Billə maxrızda və də sənin başın bu lazımı yerdəydi, qalıb beynində. Selena, hə, mən Selena'ya baxıram da, mən onun xəstəsiyəm. Neçə kilosam bilmirəm aşkım. Bilmirəm neçə kiloyam. Kökəlibsən, bərk. Baldırlarım şişibdir. Hal-hazırda beləyəm. Qoyun göstərim. Hal-hazırda beləyəm. Məndə buradan çıxır, qarınım arıq qalır, bilmirəm niyə. Bizdə nəsillikcə belədir. Biz buradan yekəyik, beldən balacayıq. Bizdə bura böyüyür, bir də bura. Ha, neyirsən? Məba. Özün demədin ki, qabırğovu çıxartdırmısan. Allaha and olsun, girirəm yorumlarda baxıram. Yazırlar ki, Renka qızlar deyə yazan, qabırğasını çıxartdırıb. İlahi, mən qabırğamı çıxartdırmışamsa əgər, bir dənə iz göstərin. Baba, bu da mənim böyrümdə. Hanı? Göstərin. Əlif, çox sağ ol. Baba, qabırğa buradır. Hanı? Bu əməliyyat hanı da, bunun izi hanı? Hə. Balamın qarnıma da baxın. Hanı da, hanı? Hardadır bu qabırğa çıxartdırmışam. Göstərin də, göstərin. Bax, yenə qız gəlib. Az cəhnəm olub buradan. Sizə bir verən yoxdur. Deyək, bir qabırğa çıxar. Allah haqqı mənə əzəldən beləyəm. Qabırğamı niyə çıxartdırım? Mənim pulum var qabırğa çıxartdırmağa. Məzələnirsiniz mənə. Qolva Rexona vur. Ürəyim bu köynəkdə həmişə qolum islanır. Belə tərliyirəm. Hə, neyniyim, nağayırım. Olur da həyatı göstər, yaxından da göstərə bilərəm. Bax, girsin gözünə, bax. Bu elə bilir ki, qızlar bu sözü yazanda mənə pis təsir edir. Mən heç vecimə də deyil. Məni sevən sevir, məni alan alıb, ölən öldür məndən ötürü. Yəni siz burada Quran haqqı mən bunlara salam yazsam, qısqanırlar səni, bilirəm aşkım. Mən bunlara salam yazsam, and ol Allahın adına var ha. Oy. Direktimdə 500 dəqiqədə yazırlar. 500 dəqiqədə yazırlar direktimdə. Ay, yalvarırlar. Burada söyməyinə baxmayın. Qızlar hələ Renka şeydir, nədir? Onlar səndən padur qolaq. Heç birisine cavab vermirəm. Anamın canı. Kimsiz? Mən sizlə padurqu. Sonra mənə tutturub iş verəsiniz. O paduru qovmamışam, qız görməmişəm. Hamısı evimi yıxıb mənim başıma oyun açıblar. İndi bir nəfəri mən özümə yaxın buraxaram. Bir nəfərlə dostluq eləyərəm. Bir dənə padurqam var və salam. Buradan tərtər uşaqlarına ateşli salamlar göndərirəm. Ay tərtər oğlanları, inşallah tərtərə gələcəm. Hansı rayona gəlməyimi istəyirsiniz? Çox xahiş edirəm. Yazın. Adını görüm kimlər mənim gəlməyimi istəyir. Fikir vermə, gözlər götürmür. Bilirəm aşkım, bilirəm. Pantera, canımsan aşkım, çox sağ ol. Mənim gözəl bacım, gözəl. Bu qızlar kukladır. Bax, xoş yazanlar bilin ki, gözəl, bomba şeylərdirlər. Gözləri götürürsə, deməli, onlar qəşəkdirlər. Bu gözü götürməyənlərdir. Mən çirkin qızlardır. Girib profilinə baxıram da, bəxt biri xalaydı, Zeynəb idi, nə gündən idi, ujas, 60 yaşı var idi. 60 yaşında TikTok'a da rəgəsin. Ay xala, mənim anam TikTok bilmir, nədir? Bütün gün nəvələrini saxlayır, həyat süpürür. Heç mənim nömrəmi yığa bilmir. Sən nə dedin? Mən sən cavanlığın salamat olmayıb da. Hansı rayona gəlin?
Bərdə, Laçına gəl. Mingəçevirə, Hırçənd, Qəbələ, Tərtər, Qəbələ. Mən bilsiz hara gəlmək istəyirəm. Mən istəyirəm Cəllabada gəlmək. Nə məsləhət görürsünüz? Eşitmişəm Cəllabad oğlanlarda biraz bəziləri məni arxamca danışıblar. Nə məsələdir? Öpüm sən darıxdım. Gedirik rayona, hı? Gedəkdir bir iki günə. Niyə? Mən kömək eləyəcəm də, gedərik. Hə, gəl, Beləsvara gəl. Yox, Beləsvara gələnmərəm, çünki özüm Beləsvardanam. Gəlsəm qohumlarım orada mənə güllələyərlər. Ona görə gələnmərəm bura. Cəllabada gələrəm. Gedərəm Beləsvara, prosto qohumlarımla biraz TikToka görə aram yoxdur da. Bunlar da köhnə fikirlidirlər axı. Adı bu da bezdirdi. İşimizə, gücümüzə bax, Elvin. Bu nə yazır burada? Bunu yazdı. Get bloka. Renka heç olub ki, təmiz ürəkdən birini sevəsən? Hə, olub, niyə olmayıb ki? Niyə olmayıb ki? Mən insan deyirəm, mənim daşdanam, mənim qəlbim yoxdur. Siz elə fikirləşsiniz ki, Renka geyinir, keçinir, gəzir, restorana gedir, ürəyə daşdandır, pulu sevir, yemək bişirə bilmir, ev təmizləyə bilmir, ondan sonra yol yolağı bilmir. Siz bundan ibarətli fikirləşirsiniz. Əlimdən gəlməyən iş yoxdur. Yeməyi də bişirirəm, evə də baxıram, saç da kəsirəm, dırnaq da qoyuram, qaynaq da eləyirəm, həkimliyi də bacarıram, diş həkimliyini də bacarıram. Əlimdən gəlməyən şey yoxdur. Laçına bilmirəm, Laçında olmamışam heç vaxt. Cəllabada getməyi düşünürəm, sonra Masallı, bir də Qubaya. Qubanı istəyirəm gedim. Ailə gördüm bacı. Ailə nədir? Zakatala. Uydu, nə qədər rayon yazmışsınız ay uşaqlar. Mən bu qədər şey, mən necə gəlim bu qədər rayona? Bu pulun olmayan kasıb vaxtımızdan ağayırım mən. Xankəndi. Hə, Xankəndi nə də istəyirəm. Baxım da görüm, baxacam, biraz havalar qızsın. Gələcəm, gələndə video paylaşacağam. Tovuz, Zakatala. İsmail'la gözəl yerdir, İsmail. Gəncə, oy bilə Gəncə. Gəncəni çox istəyirəm görmək. Gəncəni çox tərifləyirlər. Gəncəni istəyirəm gəlir. Gəncə qəşəng yerdir. Deyir, Bakıdan gözəldir, böyükdəndir. Beylağan. Belvin, bezmədim burada. Bu qadınlardan əl çəkdi. Nə özünü hörmət elədi, nə nətər oğlansan, nəsən? Qəbələ. Bu bildiyi uşaqlar, söhbətləri bağlayalım. İndi qismət hansı rayonu olsa gələcəm. Bir dənə həyatda maşın sürməyə bacarmadım da mən. Hər şeyi bacardım, bir dənə maşın sürməyə. Ona görə özümə nifrət edirəm. Həyatda bir dənə bacarmadığım budur. Aldım və satdım maşını. Hə, nə varsan? Ya o sen ne kadar 2000 adam bakır. Neyinsən sən də? Söhbət edirik da, rayona gəlməkdən, getməkdən. Hələ, nə görsə? Sən nə varsan? Mən heç nə söhbət edirdim. Neysə, nəylə dolansan? Hədiyyəzad atan var, heç Yox, heç nə yoxdur. Bir dənə çörək qazanırdın, onu da bala əlindən aldılar. Heç nə olmaz. Sən nə istəyirsən Allahdan istə. Allah əlvac. Allah hamının ürəyinə, qəlbinə yerə versin. Nə istəyirsən Allahdan istə. Bəndə kimdir ki? Elədir, elədir. Biz onlarla böyüməmişik ki, onlarla yaşayaq. Hər şey Allahın əlindədir. Gəl cəzadan oynayaq, gülü. Mən özüm cəzayam da, sən Allah. Mən nə hansı cəza? Hə, sən birbaşa millətə cəzası. Mopedi satdın, Yox. qoymuşdun satdığa. Heç nə satmamışam. Yox. Satma, niyə? Sən qalıb qatmısan da. Hara satırsan, satma da. Elədir, elədir. Hər şeyin qiyməti qalxır. Elədir. Nəyim sən büyün? Annem, Allah verəndən. Arada o şeyi zat paylaşsan, gedirsən o tranik alıb gətirirsən. Bizi ələ salmısan. Yox, niyə elə salım ki? Traniki götürüb paylaşıb ki. Bunu basırsan deyir, bura bu yanır, taxırsan işləyir. Hətta da bunu bilməyən var. Məzələnsən bizlə. Adam var bilmir də, burada nə var ki?
Elə şeylər var ki, mən bilirəm, sən bilmirsən. Eləsi var, sən bilirsən, başqası bilmir. Adam onu hamı bilir. Çörək saskanın arasına qoyur, deyir ki, çörək saskanın arasına belə qoyur. Ha, bunu hamı bilir də. Belə ona görə baxış gəlir sənə Gülbala, Quran haqqı. Gülbala, sən bir gün qonaq çağıracam. Amma adva sözlər çıxacaq, qəti olaraq fikir vermə. Mən yazıq kimlə video çəkirəm. O indi də isinin üstünə düşüblər. Quran haqqı girirəm, yorumlarda baxıram. Yəni çox pismə gəlirdi. Allahın yaxşı uşaqdır. O da fakir uşaqdır. Quran haqqı, yəni kasıb oğlandır da. Heç düzgün eləmirlər. Elədir, görürəm. Çok teşekkür ederim. Ben yapsaydım. Aclığım var. Getirin mi? Doğa var. Doğa. Doğa. Getirin. Doğa getirin, bir dadlı pişirmişim. Getirin bak. Bu maç annesiyle vakit geçirmek istiyor. Ama annesiyle babasıyla Vəziyyətim yaxşıdır, sağ ol. Sən necədir, nə olur? Gülbalı ama gülür yaddan əsət bildiğinde hastayım. Dostlar, günlərin bir günüdür, gecə vaxtıdır. Dəliliyim tutub içmişəm. Gülbalıya bir dənə bir səfərlik bir dənə video attım, bir də şəkil. Gülbala bir dənə simay şəkil attı. Dedim bu şəkildən sonra Gülbalanın yeganə TikTok idi ki, ona bir dənə video şəkil atmışam. Mümkün deyil ki, onu kimsə görsün. Yeganə adamdır ki, o görüb. İçimden nedense birden sevgilerden sürpriz yapmak geldi. Bu da bu Burak'tan el çəkmir də. Dəstək onunda kasıb oğlan. Bəli, kasıb oğlanım. Ha, lap yaxşı qaqam. Yaparım. Sağ olasınız. Söz vermişəm, ağzıma söz çıxıb. Hı? Yura istəyib də İstanbul'a aparacam. Pitovka götürəcəm. Quran haqqı. Uşağımı aparıram, gəzdirməyə ad günüdür. Canım, senin acınısı da buradayım. Bir dənə atasından kağız 2 gün. Ay birden aklıma Bir dənə otel şeylə gedəcəm. Olur o Pitovkadır nədir? O şadlıq çox sağ ol. Hər renkadır. Təşəkkür edirəm. Bir dənə gül dostlar, bir dənə gül. Bir də havamızı alaq da. Sən də bizdən get, fərqi yoxdur. Bu düzət gedək bir yerdə üçümüz. Üçümüz gedək də. Gelsən? Hı? Kısmet ama içmet. Benka. Ale. benim gitmeye hiç niyetim yok. Ama siz gidici gibisiniz hani. Şurada Ha. isteyeceğim. Gülbala, burnunu niyə kəstirmirsən bala? Artıq Hədə onunla bizi saat. Gəl mənim məsləhətimə qulaq as. Gəl sənə həkimi. Mən burnum kəsiləndən sonra gör nə qədər üzüm gözəlləşmişəm. Kukla olmuşam. Bir dənə burun insanı necə dəyişərmiş. Mən əvvəl belə döyürdüm da. Görən tanımır. Sən hər zaman Ya belə sən- olmusan. Gəl sənin burnumu kəsdirək, gedək Rauf doktorun yanına. Səni bir dənə gözəl burnumu düzəldək, bir geyimivi keçimivi dəyişək, bir video fasonuvu dəyişək. Bomba kimi olacaq sən. Gözlerim bozulacak. Allah haqqı reklama da pulsuz eləyir. Get danışım reklama get. Ay yox, mən bunun əməliyyatı zarafat deyil. Mən biraz əməliyyatdan zaten qorxan adamım. Allaha and olsun. 3 aydır mən bir ayda bir dəfə burnumdan lopa ilə nəsə gəlir düşür burnumdan. Elə qəribə bir şeydir. Oy, onda mən nə görsən canım, apar. Ay yox, nəsə olmalıdır. O beyində deyir qalan qurumuş qanlardır. Gəlir bu burnumdan düşür özdə. Azı burnumu qəşəng kəsib ha, bax. Ha. Bəyənirsən? Ha. Çox qəşəng eləyib. Ay mənim əlləri qızıl doktorum. Azərbaycan, bu dəqiqə onun yeri yoxdur. Dava deyə onun bu dəqiqə üstündə. Yeri yoxdur, onun da olsun Allahın. Millət var. Qəbuluna düşmək olmur onun. Elə Gülbala, sevgilim var aşkım. mənim yox. Bilsən də səndən o vaxtdan kəsirəm. Utanma, Səni bir gün qonaq çağıracam. Gələrsən.
Səni içizdirəcəm nəyi var. Yıxacam layla yerə. Evi, öyüyü yıxacam. İçirsən Gülbala, içə bilərsən. Ha, nə içmirəm, haydi zatdır. Tekla ilə aran necədir? Ona olan şeydir. Tekla da içkidir. Bir varmış, bir yokmuş. Ha, mənim oldu. Ve çiftçiyle hanım yaşarmış. Çiftçiyle hanım Dostlar, gətirin bundan görüşüm, yeyək, içək. Nə deyirsiniz? Sonra adımıza söz çıxartmayasınız. Çıxartmayasınız adımıza söz. Olsa danışan adam danışacaq, elə də belə də danışacaq. Sən elə şey fikir verirsən. Hə, o heç də. Gülbala ilə sevgili olmağı düşünürəm. Sizin də rəylərinizi gözləyirəm. Yəni bu arada fikirləriniz bizim üçün çox önəmlidir. Yəni bu haqqda nə düşünürsüz? Gülbala ilə sevgili olum olmayım, yəni. Paxıllığın çəkməyəsiniz onu sevgili olsa. Çiftçinin bu süre tavuğu her gün koskocaman bir altın yumurta yemek vermiş. Çiftçiyle hanımı her sabah sen tavuğun yanına koyuyor. Şu, mən Gülbalanı yeyib içməyə çağıracağam. İçizdirəcəm. Qəşəng. Gülbalanın könlünü xoş eləyəcəm, narahat olmayın. Onu mən gözəl necə lazımdır çağıracağım, qonaqlıq verəcəm. Razı da yola salacağım. Bəlkə apardım başqa yerə, bilmirəm. Bəlkə gecəni biz gəzdik, nə bilim, sabaha yaxın göndərdim, getdi. Həyatda hər şey ola bilər. Uşaqlar, gül TikTok, salə sağ. Gül TikTok, kimdə var atını gəlsin. Atın. Ha. Gülbala, utanma da, niyə utanırsan ki? Deyir, sevgi bəyəm şeydir, ota da qonur, boka da qonur. Aparıb neyniyəsən? Ay, uşağı niyə utandırırsınız? Neyniyəcəm? Adam öldürənəm mən. Sizcə mən buna neyniyə bilərəm? Yazın görüm. Neyniyə bilərəm mən bu uşağa? Mən onu pozaram, heç üzünü açaram mən onun. Mən heç vaxt onun üzünü açmaram. 2 dənə gül atın. Murat Bey, ağaçın boyu Oy Allah, çatı görsün Gülbala. Ha, bilən Maqli. Bayaqdan göndərirlər onu. Çatı görsün. Ay, çok sağ ol. Eviniz erken gelirseniz bu ağaç da çok sevinir. Videosu yayılacaq. Hansı videosu? Mən indi oturub ondan içsəm onun nə videosu yayılacaq ki? İçməyimizin videosu yayılacaq. Siz xəstəsiz. Bugün de oğlunuzun yanında olmayacak. Gülbala, nə videosu deyir bunlar? Mən çatmır bunların dediyi. Peki sən biləsən o nə videosudur elə? Ha, ay bir şeyler yazdılar. Mən çıxdım qardaş, mən baxam mənə. Dostlar, Ya uşaq, bana ne pis sözlər yazırsınız axı? onu bəyənin. Gülbala yoxdur. Çəkərik də o şeylə, isi ilə çəkmişəm videolar, elə videolar çəkərik. O yazıq işin də adına çıxıb olsuz o sözlərdən. Sən heç narahat olma. Allah and olsun. Yazığın heç aramda heç nə yoxdur. Quran haqqı, bax bu gecə and olsun. Yalan deyirəmsə çörək məni tükə parça eləsin. Bax çörəyə kör baxım. Bala özünə həsrət qalım ki, mənim isi ilə aramda heç nə yoxdur. Heç nə. 3 qatdır, görün nə qarayısınız, üzümə baxırsınız burada. Atın görüm. Gülbala, məsələn, Gülbala ilə video zat çəkməyə zat, başqa şeyə niyə yazırsınız ki? Gülbala video blogerdir. Yani ben de diyecektim ki Ha, malıdır, ha. Utanma aşkım, utanma. Biraz ürəkli ol. Mən sən qonaq çağıracağam axı. Canım mənim. Mənim yanımda ürəkli gəlməlisən. Simpatikni, duxu, muxu. Səndən tekla içəcəyik, limonla tekla içəcəyik. Tekla limonla içilir axı. Sən özünü orada gümrah tutmalısan. Gümrah, bək. Səni bir dənə lülüş gününə qoyacam ha. Bir də gözünü açacaqsan belə. Həyatda yoxsa.
Gülbahar bir ildir qoyaq çağırıram, elə çağırıb qutaranmamışam. Ha. Pisçik oğluymuş. Madem işleriniz yüzünden bu açı yanına gelemiyorsunuz. Xugaya. Harası çıxmaq istəyirəm, bir qərar tutamıram. Bebe, apardım mən orası. Yox, işvə yedi, işvə. İş lazım. Mən əsəbsin. Sən mən əzdim, belə durma əsəblər. Bacım sifət eləyəcəm, gəb özün yalvarasın. Yaxşı Gülbala, hazır ol, səni tekila limon qonaqlığına eləyəcəyəm. 1-2 günə çağıracağım, öpürəm səni. Sağ ol. Sağ ol. Yuxum gəlir, yatmaq istəyirəm. Heç axıtım yoxdur, orası çıxmaq o da. Çıxmaq da istəyirəm, çıxmaq. Hansım nəsə.